Salam dəyərli müəllimlər, hər birinizi salamlayıram. Hər vaxtınız xeyir olsun, gününüz uğurlu keçsin inşallah. Mən Eltar Hazırlıq Mərkəzinin kurikulum üzrə təlimçisi Nərmin Əzova. Dəyərli müəllimlər, bu günlərim çərçivə sənədinə əlavə edilmiş dərin biliklər səviyyəsi Norman Uyeb nəzəriyyəsi haqqında sizə məlumat verəcəm. Nəzəriyyə də amma əslində nəzəriyyə ilə heç bir əlaqəsi yoxdur. Demək olar ki, hətta ikinci taksonomiya yaranmış kimi bir şeydir. Yoldaşlar, çalışacağım ki, ümumiyyətlə çərçivə sənədinə əlavə edilmiş yeni mövzuları imtahana kimi bir neçə qismini sizinlə bölüşəcəm. Və dəstək məqsədi ilə zəhmət olmasa siz də kanala abunə olun və ən əsası, əgər ödənişsiz qruplarda yoxsunuzsa, mənim hər iki ödənişsiz qrupumda mütəmadi şəkildə suallar paylaşılır. Oradan da yararlana bilərsiniz. Deməli, bu günlərim dərin biliklər səviyyəsi haqqında danışacağıq. Ümumiyyətlə, nəzəriyyəmizin adı nədir? Dərin biliklər səriştə əsaslı tapşırıqların hazırlanması, yəni dərin biliklər səviyyəsi. Alimin adı nə oldu? Norman Uyeb. Deməli, alimimizin adı nə oldu? Norman Uyeb. Sizlərdən soruşaq bir də dərin biliklər səviyyəsini kim yazdı? Norman Uyeb. Nəzəriyyəmizin adı nədir? Dərin biliklər səviyyəsi. Aha, zəhmət olmasa kanala abunə olaq yoldaşlar. Biz sizə dəstək oluruqsa, siz də bizə dəstək olun. Ümumiyyətlə bu nəzəriyyənin mahiyyəti, mən ümumiyyətlə bu dərsi necə başa düşmüşəm? Mən həmişə öz başa düşdüyüm tərzdə müdavimlərə də başa salıram. Bu dərs elə bir taksonomiya ayağını götürüb ikinci taksonomiya, yəni bu ayağını qoyub da, yəni bir növ ikinci taksonomiyadır. Və mən bunu elə rahat yollarla sizə başa salacağam ki, yəni çox rahatlıqla öyrənəcəksiniz də. Sadəcə dediklərimə əməl edin, qeydiyyat götürün, dəftərlərinizi hazır formada saxlayın. Gəlin ümumiyyətlə bu nəzəriyyənin mahiyyəti haqqında baxaq görək. Ümumiyyətlə bu nəzəriyyə 4 səviyyə üzrə şagirdlərə tapşırıqlar hazırlamağı bizdən tələb edir. 4 səviyyə üzrə. Taksonomiyada 6 mərhələ idi. Burada 4 səviyyədə. 4 səviyyə üzrə şagirdlərə tapşırıq hazırlamağı bizdən tələb edir. Deyir ki, Doktor Norman Uyeb dərin biliklər səviyyəsi nəzəriyyəsi diqqəti yalnız şagirdlərin nə etdiyinə və hansı işi yerinə yetirdiyinə deyil, həmin tapşırığını yerinə yetirmək üçün nə qədər dərindən düşünməli olduqlarına yönəlir. Mən bu dərsin, nəzəriyyənin PDF-ini də qrupuma göndərəcəm. Nəzəriyyədə də böyük yazılıb, daha doğrusu PDF-də də çox böyük, geniş yazılıb. Amma geniş yazılmağına baxmayaraq, yoldaşlar, mütləq şəkildə PDF açıb baxmaq lazımdır. Deməli, bu nəzəriyyə nə dedi? Dedi ki, burada diqqəti yalnız şagirdlərin nə etdiyinə, bura baxaq, hansı işi yerinə yetirdiyinə deyil, həmin tapşırığını yerinə yetirmək üçün nə qədər dərindən düşünməli olduqlarına yönəldir. Ümumiyyətlə, Norman deyir ki, biz şagirdin nə etdiyinə, hansı işi gördüyünə fokuslanmalı deyilik. Biz əsas məsələ, uşaq bu tapşırığı yerinə yetirəndə nə qədər dərindən düşünüb. Belə nəzəriyyənin adına bax, dərindən düşünmə. Dərin düşünmə səviyyəsi nəzəriyyəsidir, dərin biliklər. Yəni, Norman deyir ki, əsas məsələ şagirdin nə etdiyi, nəyi əldə elədiyi deyil də. Bizim üçün əsas məsələ şagird nəyi, bir işi bacaranda nə qədər ona vaxt sərf eləyib, nə qədər dərindən düşünüb. Norman bunu deyir. Yəni, burada əsas şagirdin dərindən düşünmə bacarığıdır. Bir işi yerinə yetirəndə o işə nə qədər vaxt sərf eləyib, nə qədər dərindən düşünüb. Bax, testdə bu bizim qarşımıza çıxa bilər. Normanın məqsədi odur ki, şagird prosesi, bir işi icra edəndə nə qədər dərindən düşünüb. Onu deyir bizə. Başqa sözlə, dərin biliklər səviyyəsi eyni tip tapşırıqların
belə idrak baxımından müxtəlif dərinliklərə malik ola biləcəyini göstərir və müəllimə həmin dərinliyi nəzərə almağa xatırladır. Yəni deyir ki, şagirdlərə zaten biz bilirik də eyni tip tapşırıqlar vermək olmaz. Şagirdlərə verəcəyimiz tapşırıqlar həmin dərinlikdən də belə deyək də daha dərin olmalıdır. Verəcəyimiz tapşırıqların səviyyəsi belə dərin olmalıdır. Yoldaşlar, daha dərin olmalıdır. Bu çərçivə sayəsində müəllimlər sadəcə mövzuya uyğun fəaliyyət seçmirlər, həm də həmin fəaliyyətin şagirdə hansı səviyyədə düşünmə yükü qoyduğunu qərar verir. Ümumiyyətlə bu hissəni biz bilməsək də olar. Sadəcə bir dənə fikrimizi ümumiləşdirək. Dərin biliklər səviyyəsi bizə nə dedi? Deyirdi ki, dərin biliklər səviyyəsində əsas müəllim hara fokuslanmalıdır? Şagirdin nə bacardığına, nəyi necə elədiyinə yox da, sadəcə o işi yerinə yetirən zaman nə qədər vaxt sərf eləyir və şagirdlərə tapşırıq verən zaman nəyə diqqət yetirməliyik? Şagirdin hansı fəaliyyətə nə qədər dərin düşünə biləcəyini biz, yəni tapşırıq müəyyən eləyəndə şagirdin o tapşırığı yerinə yetirənə nə qədər vaxt sərf eləyəcəyini, nə qədər düşünə biləcəyini, ona uyğun tapşırıq vermək lazımdır. 4 səviyyədən ibarətdir doktor Norman. Bu səviyyələrin ən sadə idrak fəaliyyətindən başlayacağıq. Ümumiyyətlə bilin ki, taksonomiyanı bilən müəllim bu dərin biliklər səviyyəsini göydə tutacaq. Yəni elə bil ki, yəni göydə ovlayacaq da, yəni elə bir şeydir. Sadəcə mahiyyətini bildik. Deyir ki, 4 səviyyədən ibarətdir və bu səviyyələr ən sadə idrak fəaliyyətdən faktların xatırlanması, yəni bildiyimiz xatırlama mərhələsi, əsas məlumatların yenidən ifadə edilməsi, yəni bildiyimiz anlama mərhələsi, daha geniş strategiya, daha mürəkkəb düşünmə, əsaslandırma tələb eləyən təhlil, dəyərləndirmə, yaratmaq. Taksonomiyanın 6 mərhələsində burada görəsiniz. Xatırlamaq. Gəlin görək taksonomiyanın hansı mərhələləri oldu? 1. Xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, yaratmaq, dəyərləndirmək, yaratmaq. Xatırlayırsınızsa taksonomiyanın 6 dənə mərhələsini keçmişdik sizlə. Bilən müəllim sizlə ümumiyyətlə bu dərs taksonomiyanı keçən müəllimlər bunu bilir və 6 mərhələni sanki hər 6 mərhələni 4 yerə bölüblər. Hər səviyyə 2 mərhələ düşüb. Bax, elə bir şeydir. Elə bil 6-nı 2 yerə böləndə neçə eləyir? Hərəsinə 6-nı 2 yerə böləndə nə qədər düşür bizə? Yox, 6-nı 2 yerə bölməyiblər. Fikrim ya indi. 6-nı sanki elə bil ki 4 yerə bölüblər. Yəni nətər? Hərəsinə riyazi bacarıqlarım o qədər güclüdür ki, maşallah. Riyaziyyatım çox aşağıdır. Bax, 4 dənə səviyyə var. 6-nı neyləyirik biz? 6 mərhələdir də, düzdürmü? Biz neyləyirik? Hər səviyyə 4 dənə mərhələ düşür də, belə deyək. Hər səviyyə 2 dənə mərhələ düşür. İzah eləyəcəm, narahat olmayın, biraz qarışıqlıq yarandı. Ümumiyyətlə deyirik ki, bizdən nə istəyir? Çox uzatmayacağım. Burada nağıl kimi danışır bu hissədə. Deyir ki, faktların xatırlanması, əsas məlumatlar. Bu baxımından doktor Norman müəllimləri yalnız əzbərləmə və sadə cavabı ilə kifayətlənməməyə, şagirdləri analiz etməyə, qiymətləndirməyə, bu sözləri yazın ki, doktor Norman analiz etməyə, qiymətləndirməyə, tətbiq etməyə, refleks etməyə kimi fəaliyyətlərə şagirdi cəlb eləməlidir. Nəticə etibarilə bu çərçivə müxtəlif fənlərdən idrak çətinliyi tədricən artırmaq, tapşırıqları daha məqsədli şəkildə dərinləşdirmək üçün güclü vasitə rolunu oynayır. Bu bizə lazım deyil. İndi gəlin başlayaq. Əsas bizə lazımdır. Bu adamın 4 dənə səviyyəsi var və bu 4 səviyyənin hər birini mən sizə bildirməliyəm. Ümumiyyətlə, doktor Norman deyir ki, 4 səviyyə mərhələ var. UEB-in dərin biliklər səviyyəsi çərçivəsi 4 səviyyədən ibarətdir. 4 səviyyədən ibarətdir. Hər səviyyə əvvəlkindən daha yüksək idraki mürəkkəbliyi tələb edir. Yəni, hər səviyyə
əvvəlki səviyyədən daha çətindir. Necə ki, taksonomiyanın mərhələlərində olduğu kimi. Hər mərhələ özündən əvvəlki mərhələdən daha çətin gəlir. Bax, bizə bunu deyir. Gəlin görək birinci səviyyəmiz hansıdır? Bax, xatırlama mərhələsi. Yoldaşlar, biz sizdən keçmişdik, belə deyək də, xatırlama mərhələsi, elə xatırlamağın özü. Elə xatırlama mərhələsidir də. Taksonomiyanın birinci mərhələsi hansı idi? Birinci mərhələmiz xatırlama mərhələsi idi. Yəni, faktı, olan bir şeyi yada salırsan, sadalayırsan, xatırlayırsan. Dəqiq bir məlumatı yadına salmaq kimi bir şeydir. Birinci səviyyədə əsas məqsəd şagirdin yaddaşdan məlumatı geri çağırmasıdır. Yəni, bildiyimiz, öyrəndiyi bir məlumatı uzatmayaq, qısa danışacağım. Öyrətdiyimiz bir məlumatı çağırmasıdır da, geri çağırmasıdır. Nədir xatırlama? Yada salma, olan bir faktı, sanki faktoloji bilik, olan bir faktı yada salmaqdır, geri çağırmaqdır. Bax, şagird faktları, terminləri, tərifi, adları, tarixləri, düsturları, sadə qaydaları xatırlayır. Adi bildiyimiz xatırlama mərhələsi. Yada salır, xatırlayır. Olan bir şeydə fakt nədir? Tarix nədir? Düstur nədir? Olan bir şeydir də, düzdürmü? Hamısı faktdır. Bunu yada salıramsa, xatırlama mərhələsidir. Çox sadə, özümüzü incitmədən xatırlama mərhələsidir. Yəni, dedik ki, dərin biliklərin birinci səviyyəsi nə oldu? Xatırlama mərhələsi. Deməli, müəllimlər, burada deyir ki, idrak fəaliyyətin nisbətən aşağı səviyyədir. Necə ki, taksonomiyanın 6 mərhələsində birinci mərhələ xatırlamaq idi. Demişdik ki, aşağı mərhələdir. Sadəcə olan bir faktı, faktoloji məlumatı yada salan bir mərhələdir. Yəni, aşağı təfəkkür səviyyəsinə uyğundur da, belə deyək. Elə bax, bu da dərin biliklərin birinci səviyyəsi də xatırlama mərhələsidir. Burada dedik ki, idrak məlumatları yenidən istehsal edir, yəni olan bir şey də aşağı səviyyəlidir, lakin onu hələ dərin şəkildə işləyib dəyişdirmir. Bu səviyyəyə aid nümunələr var, misallar var. İndi bunu sizlə bölüşəcəm. Deməli, deyir ki, bax, nə ola bilər? Bax, məsəl üçün, dedim bayaqlarım xatırlama. Deyir, terminlərin anlayışlarını, tərifləri əzbər deyil. Bax, xatırlayır da, faktı, əzbər deyil, düzdürmü? Birinci mərhələmiz nə oldu? Xatırlama. Kim, nə, harada, nə vaxt tipli sadə suallara cavab axtarır. Cədvəldən, sxemdən və ya qısa mətin parçasından birbaşa məlumatı toplayır, köçürür, sadə qaydaya uyğun bir addımı yerinə yetirir. Bunları əzbər bilmək şərt deyil, sadəcə misaldır, nümunədir. Yəni, bax, burada deyir ki, bu tip tapşırıqlar öyrənmənin bazasını təşkil edir də. Lakin yalnız bu səviyyədə qalmaq şagirdin düşünmə dərinliyini məhdudlaşdırır. Yəni, xatırlamaq kifayət eləmir də öyrənmək üçün. Bilirsiniz ki, bacarıq, təhlil etmək, yaratmaq, dəyərləndirmək, məsələləri anlamaq kimi bacarıqlar da lazımdır. Yəni, deyir ki, sırf dərinməyə şərait yaratmır da. Bu, xatırlamaq nə dərin ola bilər? Sadəcə olan bir şeyi yadına salırsan da, faktı xatırlayırsan. Birinci səviyyəmiz bundan ibarətdir. Bax, testdə buna aid sual düşsə, birinci səviyyə götürəcək. Birinci səviyyə xatırlama mərhələsi. Yəni, burada da deyir ki, məhdudlaşdırır da uşağın dərindən düşünməsini. Çünki bilirsiniz də, aşağı təfəkkür səviyyəsi şagirdin dərindən düşünməsinə daha çox şərait yaratmır. Ona görə də deyir ki, dərinliyi məhdudlaşır. Yəni, sırf xatırlamaqla bağlı şagird nə isə xatırlayırsa, kifayət eləmir də normana görə dərindən düşünmək. Ona görə bu belə. Gəldik ikinci səviyyədə. Çox rahatdır. İnanın ki, çox çətin dərs deyil. Sadəcə burada bir dənə bu nümunələri qarışdıra bilərsiniz. Burada biraz bu nümunələr var. Burada nümunələr var. Bir dəqiqə, üzr istəyirəm. Bu nümunə çəkəcəm, yekunlaşdıracam, narahat olmayın da. Yəni, həqiqətən su kimi dərsdir də. Çox çətin dərs deyil. Yəni, inanın ki, taksonomiyanı bilirsinizsə, bu dərsi rahatlıqla öyrənə biləcəksiniz. Bir də, yoldaşlar,
Yəni bütün hər kəsə sözüm aiddir. Tək öz müdavimlərim üçün bu izahı çəkmirəm. Ümumi ödənişsiz paylaşacağam. Dəyərli yoldaşlar, bir şey vurğulamaq istəyirəm ki, deməli siz ümumiyyətlə dərsi öyrənmək istəyirsinizsə, mən bu sözü həmişə demişəm, deyəcəm də, qeydiyyat aparın yoldaşlar, qeydiyyat aparın və bu mövzulara aid söz verirəm, suallar da paylaşacağam, dərin biliklər səviyyəsinə aid. Vaxt etdiyim təqdirdə mütəmadi olaraq həmin bu mövzulara aid sizlərlə sualları bölüşəcəyəm. İkinci səviyyə baxaq yoldaşlar. İkinci səviyyəmiz bacarıqlar və anlayışlardır. Bu nə deməkdir? Ümumiyyətlə, bir də taksonomiya mərhələsinə qayıdıram. Hələ çox qayıdacağam. Taksonomiyanın mərhələsini dedikdə birinci mərhələsi xatırlamaq idi da, yoldaşlar. Gəlin ikinci və üçüncü mərhələni xatırlayaq. Taksonomiyanın üçüncü mərhələsi nə idi? Bir dənə deyin görüm. Yadınıza salın. Anlamaq, tətbiq etmək, düzdürmü? Anlamaq, plus da tətbiq etmək. Bax, həmin o anlamaq, tətbiq etmək sırf elə ikinci səviyyədir. Prosta burada hər iki mərhələni birləşdirib ikinci səviyyəni bir səviyyə yaradıblar. Deməli, bacarıq nə oldu? Bacarıq nədir? Tətbiq. Anlayış nədir yoldaşlar? Elə anlamağın özüdür də, düzdürmü? Taksonomiyanın həmin o ikinci və üçüncü mərhələsini birləşdirib ikinci səviyyəni yaradıblar. Deməli, ikinci səviyyəmiz nə oldu? Bacarıq, anlayış, yəni bizim bildirəcəyimiz tətbiq etməyə anlama mərhələsidir. Taksonomiyanın tətbiq və anlama mərhələsinə aid situasiya görsək, bunu da gedib birinci mərhələ götürməyin, o xatırlamadır. Biz bunu ikinci səviyyə bacarıqlar və anlayışlar səviyyəsini götürəcəyik. İkinci səviyyədə şagird artıq sadəcə məlumatı xatırlamır, həm də öyrəndiyi bacarıq və anlayışlardan istifadə edir. Bu mərhələdə müəyyən dərəcədə İdraki emal tələb olunur. Yəni, idraki emal nə deməkdir? Qavradığın şeyi, xatırladığın şeyi idraki qavramaq, emal eləmək, yəni anlamaq. Şagird məlumatı sadəcə təkrar etmir, onu özü təşkil eləyir, neyinir? Özü tətbiq eləyir, özü müqayisə eləyir, özü qruplaşdırır. Yoldaşlar, fikir verirsiniz, tətbiq etməklə anlamağın açar sözləri elə burada var. Burada əsas məqsəd bilikləri sadəş, lakin şuurlu şəkildə işlətməkdir. Yəni, tətbiqə çevirməkdir. Yoldaşlar, gördünüz, biz burada anlamaq və tətbiq etmək mərhələsinin açar məqamlarını, xüsusiyyətlərini gördükmü? Əlbəttə ki, mən gördüm. Şəxsən, mən də sizi kimi bu nəzəriyyəni, təzə nəzəriyyədir, sizi kimi nəzəriyyəni oxumuşam. İnanın ki, sizi kimi dərk eləmişəm və başlayıb sizə izah edirəm. Mən bunu ilk görəndə öz analizimdən keçirdim ki, ikinci səviyyə anlamaq və tətbiqin açar sözlərini mən burada şəxsən görürəm. Başqa burada heç nə ilə müdavimi başa salmaq mümkün deyil. Ona görə də biz burada ikinci səviyyədə anlamaq və deməli, bacarıqlar, yəni tətbiq etməyin açar sözlərini görürük. Gəlin görək, burada ikinci səviyyəyə aid bizə nümunələr veriblər, misallar veriblər və bir daha da bu misallarla təsdiq eləyəcəyik ki, taksonomiyanın anlamaq və tətbiq etmə mərhələsi elə bir ki, həqiqətən bu səviyyədədir. Hər hansısa birinə aid fikir görsək, biz bunu ikinci səviyyəyə götürəcəyik. Aydındır, yoldaşlar? Deyir ki, iki personajı, iki hadisəni və iki anlayışı müqayisə eləmək. Müqayisə eləmək taksonomiyanın hansı mərhələsində var? Anlama. Bəli, yoldaşlar, anlama mərhələsində var. Bilən bilir. Taksonomiyanı bilən bu dərsi də bilməyəcək. Bilməyənlər ümumiyyətlə gedin taksonomiyanı yaxşı öyrənin, sonra gəlin bu dərsi öyrənin. Bax, elə bir şeydir. Özdə. Bunu mən ta dərsin əvvəlində deməliydim. İndi yadıma düşdü, deyim. Bu dərs 190% imtahana əsasən də MİQ müəllimlərinə çox düşə bilər. Çünki taksonomiya ilə birəbir eynidir və çaşdırıcı, necə ki taksonomiya çaşdırıcıdır orada dəyərləndirmə, təhlil, mənim ona aid xüsusi izahlarım var və o izahlarda ödənişli şəkildə də paylaşmışdım iki qrupumda da və deməli təhlillə dəyərləndirmə falan zat qarışıqdır da. Burada da bu mərhələlər bir-birinə qarışıq olduğuna görə MİQ və müəllimlərinə %99% düşəcək.
düşəcək. Yəni %100 düşəcək hətta, çünki çox qarışdırıcıdır və taksonomiyanın sanki elə özüdür. Ona görə də yəni xahiş edirəm yaxşı bilin, yaxşı izahlara baxın və öz müdavimlərin mütləq dərsdə bilməsəz soruşun. Yəni deməyim odur ki, yoldaşlar, siz də buna baxıb testlərdə də tətbiq eləməyiniz əsas şərtdir. Çünki miq mənim üçün böyük təhlükədir. Deməli, qısa mətnin, qrafikin və ya cədvəlin əsas ideyasını müəyyənləşdirib izah elə. İzah eləyir nədir? Anlama mərhələsidir. Məsələn, qrafikə baxaraq bu məlumat bizə nə deyir? Sualına cavab vermək, səbəbini tapır, anlayıcı tapır da anlama mərhələsi. Niyə elə anlayışlar qoyublar? Çünki həqiqətən anlama mərhələsinə uyğun gəlir. Rutin riyazi məsələləri həll etmək, tətbiq mərhələsinin xüsusiyyətlərini mən burada görürəm. Şagird qaydaları bilir, lakin və bir neçə o addımı ardıcıl və düzgün şəkildə yerinə yetirməlidir. Tətbiq mərhələsi, işin icraiyyəti var burada. Niyə və ya necə tipli suallara birbaşa verilmiş məlumatı şərh edərək cavabı vermək. Lakin hələ dərin arqument tələb etmədən, bax, bura bax. Dərin arqument tələb etmədən bayaqlarım izaha başlamamışdan qabaq xüsusi bir məlumat verəndə ümumi şəkildə dedim ki, necə ki taksonomiyada hər mərhələ özündən qabaqki mərhələ, özündən sonrakı üzr istəyirəm mərhələ daha çətin gəlir. Bu da bunu kimi bir şeydir. Hər özündən sonrakı mərhələ daha çətin bacarıqları formalaşdırır. Ola bilər dərsin əvvəlində özündən əvvəlki demişəm, qarışıq ola bilər. Özündən sonrakı hər mərhələ dərindir. Və burada da deyir ki, lakin bu mərhələdə, yəni hələ dərin arqument tələb etmir. Bu sözü biz xatırlamada da dedik ki, dərin bacarıqlara şərait yaratmır. Sadəcə aşağı təfəkkürdür də. Elə eynən də bacarıq və anlayışlar da. Hələ ki dərin nə olacaq? Təhlil eləyəndə, analiz eləyəndə, yaradanda, məsələni öz baxış bucağına uyğun dəyərləndirəndə dərin olardı, yuxarı təfəkkür səviyyəsidir. Bunlar hələ dərin bacarıqları formalaşdırmır. Çünki burada biz nəyi gördük? Tətbiq etməyi, anlama mərhələsini gördük. Məsəl üçün deyir ki, bəzi nümunələr var. Mətin, cədvəl, şəkil və ya məlumat verilir. Sonra ondan niyə belə oldu? Səbəbini soruşur da. Anlama mərhələsidir. Bax, görürsən, mən burada anlamanı görürəm. Verməsini xahiş eləyir. Yoldaşlar, gəlin bir də fikrimizi ümumiləşdirək. Birinci mərhələ hansı ilə bağlı oldu? Xatırlama, aşağı təfəkkürdə olan bir şeyi yadıma salacağım. İkinci səviyyə nədir? Hansı mərhələ ilə əlaqəlidir? Anlama və bacarıq. Anladığım şeyi icra eləyəcəm. Hər ikisinin də xüsusiyyəti burada birləşibdir. Yəni belə. İkinci səviyyədə tapşırıqlar, bu xüsusiyyətə diqqət yetirək, idraç baxımından birinci səviyyədən daha tələbkardır. Bu sözə xüsusilə gəlin açıqlayaq. Bax, indicə dedim ki, hər mərhələ özündən sonraki gələn mərhələ daha çətin olur. Burada da deyir ki, yəni bu ikinci səviyyə var, yəni bundan nisbətən daha tələbkardır. Burada nəyi tələb eləyirdi məndən? Sadəcə olan faktı yada salmaq. Bəs burada nəyi tələb eləyirdi? Anladığın şeyi tətbiq eləməyi tələb eləyirdi. Yəni sözündən belə çıxır ki, yəni ikinci səviyyə həmin o digər birinci səviyyədən daha tələbkardır da. Birinci səviyyədə bizdən nəyi tələb eləyir? Sadəcə xatırlamağı olan şeyi. Amma ikinci səviyyə elə deyil. O daha ona nisbətən anlamağı tələb eləyir, dərk eləməyi. Plus da orada tətbiq etmək var. Yəni deyir birincidən daha tələbkardır da. Çünki şagird artıq yalnız faktları xatırlamır. Yəni ikinci səviyyədə bunu belə düşünmə, yükü həll et, strateji düşünmə səviyyəsinə, üçüncü səviyyə, nəsə də bu bizə lazım deyil. Bunu üçüncü səviyyədə izah edəcəm. Üçüncü səviyyəmiz strateji düşünmədir. Bu nə deməkdir? Yoldaşlar, bu elə bil ki, təhlil mərhələsi ilə üstəgəl dəyər mərhələsini elə bil gətirib kopyalayıb qoyublar bura.